Sileyle. Bizim benim buradan olsun aksakallar. Yanında da ya. Daha düşürtmen lazım ya. Gel. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah razı olsun. Allah behiştlik eləsin. Bugün bizim həmyerlimiz Sovet İttifaqı qəhrəmanı, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin anım günüdür. Allah bizim ulu öndərə Heydər Əliyevə Allah rəhmət eləsin, onun bəraət almağında, bugün onun tanınmasında, o kinonun filmin çəkilməyində böyük rolü olan Allah Heydər Əliyevə də rəhmət eləsin. Oğlu İlham Əliyevə də Allah can sağlığı versin. Bu cəmaat bu günləri biz bura yığılmışıq. Mehdinin anım gününə. O bizdən ötürü canından keçir. Allah ona rəhmət eləsin. Ümumiyyətlə şəhidlərimizə Allah rəhmət eləsin. Allah Mehdi Hüseynzadəyə də rəhmət eləsin. Behiştlik olsun. Çox sağ ol. Allah sənə də can sağ. Hamınızı böyük iş görmüşsünüz. Doğrudan Nuhmal əmioğlunun böyük zəhməti var burada bu işlərdə. Bir də 44 günlük hal-hazırda zəfər günləridir. 27 sentyabrdan 8 noyabrayacaq. Burada bax o yazılı bu 8. Biz Mehdi Hüseynzadənin simasında Qarabağ şəhidlərimizi hamısını bugün burada yad edəcək. Allah olan ruhlarını şad eləsin, bizə duaçı eləsin. Biz sizin nökərimizik, xidmətinizdəyik, qulluğumuzdayıq. Çox Bu yolda Hacı bizə Abşeron rayon icra nümayəndələri, Bakı şəhəri, Mehdiyabad kənd icra nümayəndəsinin bizə çox böyük köməklikləri olub. Bizi gülər üzlə, xoş üzlə qarşılayıblar. Hacı ilə biz bura 8 aydır gəlib gedirik. Çox gözəl ünsiyyətlə bizi qarşılayıblar. Burada Ağsaqqallar Şurasının sədri var. Mehdiyabad kənd Ağsaqqallar Şurasının sədri var. Qurban müəllim var. Allah ona can sağlığı versin. Sonra burada icra nümayəndəsi var. Mehdiyabad kənd icra nümayəndəsi var. Bizə həmişə xoş münasibət, gülər üz göstəriblər, dərdimizə çarə eləyiblər. Biz də çalışırıq, vuruşuruq, Mehdiyabad cəmaatı, Bakı kəndlərinin, hər kənddən burada nümayəndə var, Novxanı cəmaatı. Biz çalışırıq ki, Allahın köməkliyi ilə, Abşeron rayon icra nümayəndəsinin köməkliyi ilə, Mehdiyabad icra nümayəndəsinin köməkliyi ilə Mehdiyabadda bir Mehdinin heykəlini, büstünü qoyaq ki, o gələcək nəsil də bilsin ki, bura əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin adını daşıyır. Biz bura Novxanı kəndindən təşrif buyurmuşuq. Gəlin, burada boşluq var. Məndən qabaq ağsaqqallar, alimlər, hacılar söhbət danışdılar, söz dedilər. Onlardan sonra söz demək biraz çətindir. Amma yenə bir kəlmə demək mənim borcumdur. Mən burada bütün Mehdi sevənləri salamlayıram. Mehdi sevənlər burada təşrif buyururlar, atıblar işlərini, yüzlərini ki, Mehdinin simasında bütün şəhidlər qabağında borclarından. Biz ömrü boyu, onlar canımızla, ömrümüzlə onlara borcluyuz. Bugün bizim firavan yaşamamızda şəhidlərin bilməsi rolu var. Bizim borcumuz onlar yaşadaq. Onların adına küçələr, parklar, idman zalları, turnirlər keçirdik. İllər keçəcək. Biz keçəcəyik bu dünyada, amma şəhidlər ölməzdir. Onlar yaşayacaq və həmişə yaşardılar. Çalışırıq ki, biz onların adını uca tutaq. Onların adları bizim qəlbimizdədir. Ben bir kəlmə söz deyim. Bu yolda bizə həmişə yardımcı olan, kömək olan Qurban müəllim, Mehdiyabad kənd Ağsaqqallar Şurasının sədri bizə həmişə doğma münasibət bəsləyir. İndi yaxşı olar ki, Mehdi haqqında, Mehdiyə verilən dəyər haqqında, qoy Qurban müəllim də bir-iki cümlə ilə, reglamenti pozmamaq şərti ilə, qoy bir-iki cümlə ilə də öz təəssüratlarını bizi ilə bölüşdür. Buyurun. Bilirsiniz, hamınızı salamlayıram. Mehdi Hüseynzadəni sevməyən insan ola bilməz. Əhsən. Bu mümkün deyil. Mən əslən Görkəm almanam. Mən orta məktəbdə oxuyanda mənim sevdiyim, ona layiq olmaq istədiyim qəhrəman Mehdi Hüseynzadə olur. Uzun müddət Ukrayna yaşamışam. Bir dəfə böyük bir zavodun kino tətilində Nadamik Bereqat. Onu görəndə mən əsəbləşdim ki, bu kino bir zavodda verilə. Ben geldim şehir icra hakimiyetine ve inanın 10 gün uzak sahillerde kinosu şehrin kino çadırında verilmiştir. Yani Mehdi Hüseynzadəni sevmeyen insan olabilir.
bu xalqımızın içərisində, dövlətimizin içərisində layiq olan qəhrəmanlar sırasında sözləri də var və bütün bu şəhidlərimizə mən rəhmət diləyirəm. Onlar unudulmaz. Çox sağ ol. Mümkün deyil. Çox sağ ol. Onlar unutmaq mümkün deyil. Var o mən Hacı də. əmi bir kəlmə də deyim, elə Hə. bir kəlmə artır sözümüz. İçəridə bizim böyük tədbirimiz olacaq, bəli. Allah qoysa. Deməli bizim məclisimizdə burada əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin adını daşıyan, hələ adını daşıyan Mehdi Hüseynzadəmiz iştirak eləyir. O da öz təəssüratlarını dayısı haqqında, Mehdi haqqında, qoy Mehdi də öz təəssüratlarını bölüş. Buyurun Mehdi müəllim. Mehdinin simasında Mehdi Hüseynzadə dayısıdır. Mehdi Hüseynzadənin bacısı oğludur. Adı da Mehdidir. Bu təbərrükdür. Bu Mehdi Hüseynzadənin ətlidir. Mehdi Hüseynzadənin ruhudur. Bu kişi onun simasında biz Mehdi Hüseynzadənin həyatımızda, ruhumuzda yaşayırıq. Bir neçə kəlmə Mehdi müəllim desin. Buyur doktor. Bilirsiniz, Mehdi bütün Azərbaycan xalqının sevimlisidir. 2007-ci ildə bizi dəvət eləmişdilər Sloveniyaya. Deməli, Sloveniyada orada Mehdinin büstünü açırdılar, birinci büstü. İnanırsınız, hara gedirdi, eşidəndə ki biz Mehdinin qohumuyuq. Hamı deyirdilər ki, Mikhail это наш герой, Mikhail это наш герой, мы его очень любим. İnanırsınız, ondan elə şeylər danışırdılar ki, o necə vətənpərvər, necə insansevər bir adam idi. Allah rəhmət eylesin. Şimdi, indi mən onun adını daşıyıram. Mən də cəhd edirəm ki, Mehdi kimi özümü layiq, Mehdinin adına layiq bir hərəkət eləyəm. Çox sağ ol. İnşallah sən hələ Mehdinin adına layiqsən, biz Mehdinin ətrini süzdən al. Mən bir dənə kəlmə demək istəyirəm, biz içəri keçməliyik, vaxt yaxınlaşır. Mehdi Hüseynzadənin ailəsi çox ruhani ailə olub. Mən hələ Mehdi müəllimdən bir neçə kəlmə söz eşitmişəm. Mehdi Hüseynzadənin adı Mehdi Qulu olub. 12-ci imamın adıdır. Mehdi İmamza. Gör nə qədər bir ailə, imanlı ailə olub ki, övladlarının adını Mehdi qoyar 12-ci imamın qulu. Babası da Hüseyn Qulu olub. İmam Hüseyn, biz deyirik Hüseynzadə, Hüseyn Qulu. Yəni bu insanlar ruhani adam olub, Allaha inanan adamlar olublar. Ona görə də bu günləri möminlər bunlardan da, bax görürsünüz ki, Sovet vaxtından bu adın həm Zadədir, Hüseynzadədir, həm də Mehdi Hüseynzadə. Bu zadə sözü bilirsən ki, bizim müsəlman soyadı da olduğumuzu bildirir. Ona görə də Allah hamımıza kömək olsun, xahiş edirəm. Keçək içəri, meclisimiz davam edəcək. Allah sana da sağ ol. بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من ألف شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر
فذلك الذي يدعو اليتيم ولا يحض على طعام المسكين فويل للمصلين الذين هم عن صلاتهم ساهون الذين هم يراءون ويمنعون الماعون صدق الله العلي العظيم. Salavat Peyğəmbər canına. Bütün Mehdi Hüseynzadənin simasında bir üç zəfər günlərində bütün Qarabağ şəhidlərinin ruhlarına salavat zikr. İnansız, Allah hamımıza can sağlıksız, bizim böyləmiz, mən gənc də deyirəm də, qulluğumuzda biz hazırıq. Bu yolda məni də qulluğa göndərsəniz gedəcəm. Bir də sizdən xahiş edirəm ki, mən burada onu demək istəyirəm ki, mənim ürəyim doludur, çox danışıram. Amma mən görürəm ki, burada hamısına ola bilər ki, ürəyində sözləri olsun, bir söz verəcək sizə. Qohumu da danışsın, dostu da, hamımıza bizim axşamıca vaxtımız var. Lazım olsa buranı bağlatdırır, gecə oturaq. Müstəqildir. Kim demək istəyir? Bəli, müstəqildir. Yəni ki, işarə eləsin, sözü verək ona. Bir, bunu dedim sizə çatdırdım. Bir də onu istədim çatdırım sizə ki, mən bir ümumi bir məlumat kimi sizə istədim çatdırım ki, bu məsələnin əvvəlinə. Əvvəla budur, Mehdi Hüseynzadə dünya miqyasında tanınmış bir insandır. Dünyanın bütün ölkələrində Mehdi Hüseynzadə həm Mehdi elə bir qeyri-adi bir insandır Mehdi. Yəni, bunu tarix oxuyanlar bilir, tərcüməyə halını oxuyanlar bilir. Mehdi Hüseynzadə qeyri-adi, yəni 7 dənə səlis dil bilir bu. 7 dənə səlis dil bilir bu. Həm rəssam olub, fikir verdi almaya. Gözəl əsrləri var, onun muzeydə orada onun gözəl hər işləri vardı. Həm keşfiyyatçı olub, həm zabit olub, həm şair olub. Gör, nə qədər gedir bu? Şair təxəllüsüdür, qürbətzadıdır. Məktub yazır, məktubları var da, bacılarda yazan məktub şeirləri var. Mən də onları uzatmıram, qısa deyirəm. Mən bu zonada yaşayıram. Bizim məktəbimiz Mehdi Hüseynzadənin adı nə idi o vaxt, soğuya baxdı. O vaxt Mehdi Hüseynzadənin bacıları gəlirdilər onun bugünkü günündə bizim məktəbdə iştirak edirdilər. Orada tamaşa qurulurdu, Mehdi Hüseynzadəni göstərdilər. Bacıları başlayırdı ağlaməyə. Yəni ki, mənim uşaq cavan idik də, biz onda 6-da, 7-də oxuyorduk. O mənim yadımda qalmışdı. Sonra elə oldu ki, mən gəldim Moğxanıya, Mehdinin bacılarını dedim, bizim dostumuz var, Məlik Əmioğlu. O ilə gəldik. Mən onların bacılarının şəkillərini görəndə orada dedim, mən bunları tanıyıram. Mən bunlardır. Birinin adı Hürriyyət idi, bir Bikə xanım. Elə bir dünən görmüşəm. Allah onlara rəhmət ruhlarını şad etsin. Mən nə üçün gəldim bura? Biz elə Mehdini istəyiriksə, Mehdi əbədiyyətdədir. Amma onun atasının qəbri orada, anasının, öz atamız bilək atasını. Bacılarını öz bacılarımız bilək. Necə bayram günlərdə öz əzizlərimizin qəbrinin üstünə gedək, biz elə Mehdinin simasında gedək, onun anasının, atasının, o mənada getmişdim. Mehdi haqqında gəldi edirəm, burada söhbət böyükdür. Burada əsas 3-4 kəlmələr deyim ki, əsas mətləbə keçim. Mehdi Hüseynzadə 2 dəfə Sovet İttifaqı qəhrəmanıdır. 2 dəfə. Qısa deyirəm ama hamısını ya, söhbət böyükdür. Birincisi odur ki, onun sağlığında, bəlkə Mehdi mən düz deməsəm, sən mənə düzəliş ver. Onu mən oxuduqlarımı deyirəm. Onun sağlığında mən 44 nəfər, 40 nəfər zabitə sağlıqlarında o vaxt Sovet İttifaqı qəhrəmanı adı veriblər. 44 olub, ya 40 nəfər adam. Onlardan da biri Mehdi Hüseynzadə olub. Hamısını veriblər Sovet İttifaqı, Mehdiyə verməyiblər. Mehdi Hüseynzadə üçün şərt qoyublar. Bu şeyi sən eləsən, sənə verəcək və eləməsən pis olacaq. O cürmüdür ki. Mehdi Hüseynzadə də qəbul eləməyib, etiraz edib. Dahi şəxsiyyətlər olub. Məmməd Əmin Rəsulzadə, İsrafil Beyov, Fətəli Bey, Düdəngiski. Bu işin adamı öldürəsən görəysən, Mehdiyə deyiblər. Ona görə Mehdi etiraz edib.
və onlar bunu ilə düşüblər. Mehdi ilə düşüblər. Sonra Mehdinin adına vətən xaini, filan belə töhmətlər, yalanlar, iftiralar vururlar. O medalı ona verməyiblər. O birinci sağlığında verilməli. Sonra ki Mehdi Hüseynzadə, gəlirəm, qısa deyirəm ama, Mehdi Hüseynzadə ki şəhid olur, 44'te şəhid olur, 2 noyabrda, bugün ona göre biz yığılmışıq Mehdinin anam günündə. Şəhid olur, təsəvvür eləyin ki, mən tarixdən oxumuşum ha. Onun üçün 46-cı ildə axtarış, cinayətkar kimi axtarış verirlər. Kişi 44'te şəhid olub, axtarış verirlər onun üçün ki, cinayətkar tutmaq lazımdır filan. Rastrillət nə istəyir? Əhsən, tutan kimi yerlici öldürür. Əhsən Mehdi mən. Yəni bunlar, o da bilir, ham çox adam bilir. Yəni mən bunu nə üçün dedim? Allah o ki dövr gəlir. Deməli, həlakından 13 il sonra, 1957-ci ildə Mehdi Hüseynzadənin adı qeytərilir. Özdə başlayanlar İtaliyadan olurlar. İtaliyadan, Sloveniyanın böyükləri arxivləri çıxardırlar. Bu düzgün işlər, bu kişi başqa bizi xilas edeyim. Sloveniyanın xalqınız xilas edeyim. Onlar Bakıya gəlmişlər. Bəli. Bu yandan da Allah bizim ulu öndəri Heydər Əliyev cənablarını qəni-qəni rəhmət eləsin. Azərbaycanda onun haqqını, Mehdinin haqqını ondan yüksək heç kim qaldırmayıbdır. Təkcə bir də onu deməyim mən ki, uzaq sahillərdə kitabı yazılsın, povesti ya uzaq sahillərdə filmi çəkilsin, yox. Ulu öndər onu elə haqqını yox. Bütün ölkələrlə, Moskva ilə, bütün orqanlarla, hamısından danışıb Azərbaycanda onun bir dənsini deyim daha çox işlər görüb. Biz qısa danışırıq, hamına söz çatsın. Birini deyəcəm sizə. Bu günləri biz elə ona görə bura yığılmışıq. Heydər Əliyevin kim də istəsə getsin, sosial şəbəkə araşdırsın, tapacaq bu sözü. 1973-cü ildə heykəl qoyuldu. Avtovağzal, köhnə avtovağzaldır. O da Ulu Öndərin göstərişi ilə qoyulubdur. Mehdi, göstərəcəm onu da sizə. Əhsən. O da açılış oldu. O da açılış oldu 1973-cü il. Ulu Öndər orada bir dənə çıxış edib. Çox genişdir. Amma mən onu burada hamısını deyə, bir dənə cümlesini deyəcəm. Axırıncı cümlesi bu olub ki, orada ki. Deyib ki, Ulu Öndər ki, Mehdi Hüseynzadənin adı, müasirlərimizin, yəni indi hal-hazırda bir yaşayanların, Mehdi Hüseynzadənin adı, müasirlərimizin və gələcək nəsillərin hafizəsindən heç vaxt silinməyəcək. Və həmək yoluna gəlmişik. Ulu Öndərin vəsiyyətidir. Kim də istəsə getsin, onu baxsın orada. Heç vaxt deyir, gələcək nəsillə. Bugün biz elə gələcək nəsilik. Sonra bizdən gəlir, sonralar gələcəkdir. O, Ulu Öndərin duası, arzusudur. Harada deyib, bax, dokumentlərlə gəlmişəm, burada deyib. Bu Mehdinin heykəli həmin yer. Ulu Öndər yanıb burada çıxış eləyir. Çıxışı da böyüdür ya. Bir dənə cümləni deməli bildim onu ilə mən kifayətlənə bilərəm. Allah rəhmət eləsin. Allah rəhmət. İkinci, burada qeyd olundu, hamınız da bilirsiniz, görürəm. Ondan sonra Ali Başkomandan Müzəffər Qarabağ Fatihi İlham Əliyev cənablarının gördüyü işlər Mehdi haqqında götürək elə bir dənə 2018-də təntənəli surətdə Mehdi Hüseynzadənin 100 illiyinin sərəncam imzaladığının üçün özü də Azərbaycanda çox yüksək səviyyədə, çox da yüksək səviyyədə onun haqqında çıxışlar elədi. Götürək 2011-i, 2011-də Ali Başkomandan Sloveni şəhərinə səyahətdə olanda, səfərdə olanda orada Mehdinin gəlib, orada kəndlər var, amma ona adlarını bilmirəm, Mehdiyə aid kəndlər var. Bütün o xalq deyib bizi azadlığa Mehdi çıxardı be. Gör, nə qədər bizim təxrimizdə, orada yaşayanlar. Ona görə Ali Başkomandan da orada çıxış eləyəndə dedi ki, bəs Mehdi Hüseynzadə elə bir qəhrəmandır ki, Mehdi Hüseynzadə elə bir deyanətlik, bizim dilimizdə qeyri-adi bir insandır ki, o öz ölümü ilə, həlakı ilə xalqları birləşdirib, qonşu ölkələri bir-birinə yaxınlaşdırıb, dostlaşdırıb, qardaşlıq eləyib. İndi bilirsiniz necədir? Biz də bu illər ərzində istəmişik ki, biz də yaşayırıq da. Allah sizə cansa, bu tarixdir. Bugün bizim bura yığılmağımız tarixdir. Nə mənada? Biz bir iş görməliyik də. Biz qərara gəldik, Nuhbalayam yoxlu, burada oturub bir yerdə. Bu kişinin zəhməti çoxdur, mən olanı deyirəm. Özdə ixtiyarı var. Nə istəyirdisin? Yəni bu doğru iş görən adamdır. Bu yolda bunun zəhməti çoxdur. Mən onu bir yerdə
Əlimdən nə lazım olub tez ona zəng vermişəm, gedək, götürək. Birdən biz qərara gəldik ki, qutarım axırıncı sözümü deyim. Mən bir daha bu sözü demək istəyirəm, bu da lap mühüm yeridir. Bunu deməsək daha məclisun itər. Mən bu qərara gəldik Nuhbala yolu ilə ki, veya biz burada qeyd elədik də, bu Mektabat kəndi daha Nuhbala əmyolulardır, mən təkrar eləmirəm. Səfər Səfərov da Novxanlı olur da. Özü yüksək vəzifələrdə işləyib, çox özü də belə ədəbli bir insan olur. Qəbri də kənddə də ailə qəbristanlıdır. Bir kəm gedərik bunu da ziyarətə. Yəni biz bunları yaşadıqları yürüklərini böyük işlər görürlər. O vaxt ki, onun vaxtında bu qəsəbə salınır, və mən qısa deyirəm buradakilər dedi, düz 57-də salınır. Burada 70 ildir. İndi bizə Allah qismət eləyir. Allah tərəf bu 70 ilin içində Allah salıb ürəyimizə ki, biz Mehdi haqqında istəyirik ki, o dövrlər olub, bəlkə müraciət edən olmayıb, bəlkə yadına düşməyib, bunlarda işimiz yoxdur. Hər dövrün öz hökmü var, hər saatın öz hökmü var. Allah bizə qismət edib, bizim zamanımızda bu Mehdi Hüseynzadənin haqqında Ulu Öndərin vəsiyyəti olaraq biz deyəsə bir iş görək. Allah rəhmət eylesin. Allah. Ona görə də biz müraciət edik, şəxsən mən, Nuhbala əmioğlu ikisimiz bir yer. Müraciət edik Abşeron icra hakimiyyətinə. Abdin Fərzəliyevə, cənablarına. Allah canını sağ olsun. Allah canını sağ olsun, sağ olsun. İnanın, elə yüksək səviyyədə mənə qəbul edildilər. Mən Abşeron icra hakimiyyətində olmuşam. Qəbul edildilər, dərdimiz nədir, istəyimiz nədir. Danışdım, dedim ki, biz istəyirik ki, Mehdi Hüseynzadənin dünya tanıyır onu da, öz kəndində adına olan kəndində də tanısınlar. Bizə başqa nə lazımdır? Bir də Mehtabat kəndində, bir də onun üçün balaca bir büst qoyulsun, xatirə lövhəsi vurulsun ki, gələn insanlar, məsələn, mən Ağsu Kovliç kəndi var, uzaq sahillərdə film orada çəkilir, Kovliç. O kənddə çardaq oradadır. İndi çardaq qalıb necə lazımdırsa ya, acaba pis gündədir, necə dağılıb. Mən oraya getdim, çardağa baxmaya. Mehdinin adına gelmişim. Orada, çardaq necə qalıb, orada qonşular eşitdilər, gördülər, 7 dənə kəd var orada. Qoldular, yığışdılar başımıza. Elə məhriban, ləzzət elədi ki, dedi, bunlar ki, burada vəziyyət necə? Dedi, dünyanın hər ölkəsindən burada turistlər gəlir, jurnalistlər gəlir, yazıçılar gəlir. Bütün dünya Mehdini tanıyır da, qardaş. Mənlə orada təklif də verdim ki, indi yazmışam prezidentə, o çardağı düzəltdirsinlər. Ne üçün? Tarixi bir Kənan, xahiş edirəm səndən, onu yazanda yaz qəzetə, mənim adımdan yazdı. Mən orada olmuşam, çıxışım da var o. O çardaq bir tarixi filmdən, o filmin əsasında 300 ölkə tanıyıb, 400 ölkədə... Tarixi abidədir. Əhsən, tarixi abidədir, bir də onu da orada iştirak. Neysə, onun ne üçün dedim, yəni sözümün canı vardı, bunu danışdım. Yəni biz də bir Mehdi Hüseynzadə, dedim ki, biz buna görə gəlmişik, istəyirik icra hakimiyyəti bizim üçün düdülər əla. Yusuf müəllim var, onun müavini. Mənə çox qəşəng danışdı. Dedi, həllilərik, biz sizə xəbər verərək. Allah canınızda oradan da çox yaxşı insandılar. Bizə icazə verdilər, başa saldılar ki, imza toplayın. Və yəni ki, ağsaqqalların adından biz də yığışdıq. Allah, baba ağsaqqal burada oturub, o çox mehriban adamdır. Hal əhlidir, dünya görmüş adamdır. Qurban müəllim. Qurban müəllim, Allah canınızı sağ olsun. Valla billah biz 3-4 dəfə burada olmuşuq. Mən lezzət eləyirdi, oyuna oturub söhbət eləyirdi. Hal əhlidir, hər yerdən xəbəri vardı. Özü də ki, qonaqpərvərdir. Hətta biz ayrılanda mənə dedi ki, hərdən bir arada bir çay süfrəsi 5-6'da dedim, Allah bu günə salır da. Arada gəldi misal üçün biz böyük başqadır da, böyük əla oldu. O Ulu Öndərdən bu yana gəlmiş, Ali Başkomandanımız, elə böyüklər gələ ki, biz yine mehriban, bu işlər də alınır da, olmasa çətinliklər olacaq. Ona görə biz gəldik, tanış oldu, imzaları topladıq, bizə kömək elədilər Novxanı kəndindən Buzovna, Mehdabadın özündən, sonra bəzi ətraf kəndlər var, hamısı bu işi dəstəkləyir, bizim kənd adamları. Yazdıq, mən ne üçün deyirəm, bu işin kökü var, o bir tarixdir. Burada hamımızın bizim qollarımız var. Hətta Qurban müəllim sizin də burada ufam. Bu bir tarix müraciət istədim, bunu oxuyayım ki, sonra sən də bunu çapa verərsən minnətdarlıq hissi ilə ki. Deməli, Abşeron rayon icra hakimiyyəti başçısı cənab Abdin Fərzəliyevə. Hörmətli Abdin müəllim, biz Novxanı, Mehdabad, Buzovna və sair kəndlərin qəsəbə sakinləri olaraq Mehdabad qəsəbəsində leytinat
İkinci Dünya Müharibəsinin dövründə kəşfiyyat, əfsanəvi qəhrəman adını almış Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin şərəfinə xatirə lövhəsinin yaradılmasına köməklik göstərməyi sizdən xahiş edirik. Bildiririk ki, Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində xüsusi yer tutan vətənpərvər oğullarımızdan biri olan Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş, rayonun böyük qəsəbələrindən olan Mehdiabad qəsəbəsi də məhz Mehdi Hüseynzadənin adına əsasən Mehdiabad adlandırılmışdır. Mehdi Hüseynzadənin ailə üzvləri, bacısı oğlu oturur burada Mehdi Hüseynzadənin ailə üzvləri, qəsəbə sakinlərinin istəyi və təşəbbüsü ilə qəhrəman, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin adını əbədiləşdirmək, xatirəsini ucaltmaq məqsədi ilə qəsəbə ərazisində xatirə lövhəsinin yerləşdirilməsinə icazə verməyimizi sizdən xahiş edirik. Qəsəbə sakinləri, hamısının adları, familiyaları, bunu ilə biz münazirət eləmişik. Yəni, mən bunu üçün oxudum. Bu həm tarixdir, həm də bizim üçün bu böyük bir diqqətdir ki, onlar bunu qəbul elədilər, bizə xəbər elədilər. Necə ürəyib? Hətta mən eşitdim ki, Abdül müəllim orada mənə zəng vermişdilər. Bu göndərilir, onlar göndərirlər nazirliyə. Nazirlik bunu təsdiq edəndən sonra mənə zəng oldu, Nuhbala verdi zəngi, sənə də zəng oldu. Nazirlikdən ki, biz sizin göndərdiyiniz ərzə təsdiq oldu. Təsdiq oldu, qərar verilib. Sonra da mənə dedilər oradan ki, komissiya gəlir bura, Abdül müəllim də gəlir. Abdül müəllim deyib ki, balaca heykəl olmaz, büst qoymalı üçün. Oradan dedilər mənə. Ləyaqətli bir büst qoymalı üçün. O da ləzzət elədi mənə üçün ki, sağ olsunlar ki, bu şəraiti yaradıblar. Bu bizim vətənpərvərlik borcumuzdur bugün. Bu nöqtəyi nəzər, yəni bu iş, sonra da mən xahiş elədim ki, gəlin hələ bu işləri görmüşük, bir yığılaya hamısı. Bugün həm zəfər günləridir, həm Mehdinin anım günüdür, həm də bir növ bayram günü kimidir ki, bu meclisin xeyirlərindən biri nədir? Tanımadığımız adamlarla biz indi burada tanış olacaq. Burada bəzi qardaşlar var, tanış görürük. Bu dost olacaq, gələcəkdə biz gələn də yığılacaq, ayda bir dəfə, ya gələn bir başqa kənddə çağıracaq sizi, dost kimi, belə işlərdə, vətənpərvərlik işlər. Biri də bu idi ki, mən də ona verdim ki, qoy elə, burada bir dənə, biz bunu bu zonda da keçirdə bilərdik, Novxanda hər il bunun üçün böyük, 22 dekabrda anadan olan gün, böyük yerdə, hər kənddə, məsələn, bizim burada Hacı İntiqama yanında deyəmsən, və bu kişi, Mehdi Hüseynzadə elə bir meclis elədi ki, elə bir, deməli bu kişi baharın 17-ci anı, 17 nəki Azərbaycan generalı üçün tədbir elədi. Sağlar da var içində, şəhid olanlar da. Abbasqulu Ağa Bakıxanovdan, bütün generallar baharın 17 anı qoymuşdu. Hər generalın da qabağına bir dənə şam yandırdı. Xonça düzəlmişdi. Bu 17 generalın yanında, videoda var da, lenti var bunların. Bu 17 generalın yanında Mehdi Hüseynzadənin şəkilini. İndi burada bilməyən adamlar da Mehdi Hüseynzadə leytinant olub, general. Bu kişilərə birisi də var. Bu generalların generalıdır. Mehdi Hüseynzadə xüsusi bir böyük ürəyə. Hələ onu deyirəm. O ürək heç kimdə yox. Əhsən. Bax, indi söz verəcəm sizə. Bax, bu kişi dedi ki, götürün Xonçanı, Şamlar ki, hərəsi. Xonçanı Mehdi Hüseynzadənin şəkilinin altına qoyun, Şamı yandırın. Mən ağlama etdim. Soruşdular ki, Həcc İntiqamlar ki, nə üçün? Dedi, o subay olub, toy olub. Nakamdır. Qoyun. Birisi adamın qəlbi necə? Burada yanır. Yəni, bu bizim canımızdır, ruhumuzdur. Bu nöqtəyə nəzərdən dedim. Allah sağlığı, salamat eləsin. Bugün mən sizə təşəkkür edirəm. Özdə ələ xüsus. Sənin əziyyətin çoxdur, hacı. Allah canını sağ olsun. Allah var, mən sizin nökərimiz var. Birinci gündəndir. Bax, bu siyahıda mən 20 adamdır. Axırıncı 20-ci mən yazdırmışam adı, ən altda. Dedim, mən nökərəm. Məni qulluğa göndərin. Vətənin üçün, xalqın üçün, cəmaat üçün, böyüklər üçün, sizin üçün. Mən qaçaqası gedəcəm. Dediyim odur ki, bu zəfər günləridir. Hal-hazırda deməli 27 sentyabrdan 8 noyabr isə. Bu zəfər günləri doğrudan da sən bir kişinin müqəddəsliyinə bax ki, bax, noyabr ayı zəfər günüdür. Bu zəfər günündə də 3000 şəhidimiz olub bizim. Mehdi Hüseynzadə də noyabr ayında şəhid olub, həlak olub. Bu da anım günüdür. Bu yandan Mehdi Hüseynzadə noyabrda
şehid olub 44, 1944 var orada da, 1944. Burada da 44 günlük var. Gör necə gəl bağlanıb bu zəfərlə. 1944, 44 gün. Fikir verirsən ki, bunlar öz başına döyür, bunların içindən Kənan sən belə şeylər başqa cür yazırsan, mənim olan mütləq. Bunlar axırda bu təsadüf deyil, bu ilahi bir nizamdır. Bu gün nə bağışlayın, arxamsız olmasın. İlahi bir nizamdır. Bu nöqteyi nəzərdən o 3000 şehid olan, bütün Mehdi Hüseynzadənin simasında, bütün Qarabağ, bütün Azərbaycan. Mən bir dənə də söz deyim, sizə qutarıram. Biz demirik ki, sən hardasan. Sən haralı söhbəti yoxdur. Bizə nə üçün? Ulu Öndərin bir dənə gözəl sözü var. Hamıdır bunun məşhur biri. Deyib ki, mən Azərbaycanlıyam. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Biz hamımız Azərbaycanlıyıq. Burada bölgə söhbəti bizə lazımdır. Heç bizim amalımız odur ki, Azərbaycanlıyıq, xalqımıza xidmət edək. Özdə hər yerdə, hər kənddə, hər rayonda. Bu nöqteyi nəzərdən dedim ki, bu da böyük bir hikmətdir bizim üçün. Bu bir mənəviyyatdır. Ona görə də Mehdi Hüseynzadənin simasında 3000 şehidimiz oldu Qarabağ. Azərbaycanın bütün şehidlərinin ruhları Ulu Öndər başda olmaq şərti ilə bin nəbiyyə alihi və bil Fatihə məzmun. Qurban ki, siz danışdınız bir də. Məndən indi. Xahiş edirəm. Allah önderimize, bütün şehitlerimize rahmet eylesin. Allah Prezidentimiz İlham Əliyevə can sağlığı versin. Ben TikTok'ta da bu yakınlarda orada olan yazılara bir yazı yazdım ki biz güçlüyük. Çünkü biz Prezidentimizin etrafındayız. Ve bütün bu zirzibilleri süpürüp zibil yatacak. Ona göre de halk öz devlet başçısının etrafındadırsa, devlet de güçlüdür, rehber de güçlüdür. Mehdi Hüseynzadə hakkında bircə kəlmə diyeceğim ki, Mehdi Hüseynzadə olmak için her adam olabilmez, her kahraman olabilmez. Hatta o dövrde olan bütün kahramanların hamısını biz Mehdi Hüseynzadə'yle müqayisə eləsək, vallahi gene fərqi var. Çünkü bu insanda görünüşe büyük bir ürək olub ki, bu işler görəsən. Gedəsən, görəsən, qaçasan, o qaranlıqdan işığa çıxasan və bütün bu işləri görəsən. Axırda da kişi kimi əlaq olursan. Mən bütün şəhidlərimizə rəhmət edirəm, hamınızı öpürəm. Can sağlığı. Çox sağ ol Qurban müəllim. Çox sağ ol. Allah canını sağ ol. Xahiş edirəm, hərə bir kəlmə öz sözünü desin, bir deyək. Əhsən, düz. Durun. Növbə ilə bir dənə ham danışaq. Bir dənə mənim imkan var mı? Bizim ağsaqqallara, hamısına, böyüyün, kiçiyin hamısına böyük hörmətimiz var. Bu bizim ağsaqqalımız doğrudan da Mektəbad Ağsaqqallar Şurasının sədri çox yaxşı insandır. Mən də dedim ki, gəl bu məclisdə iştirak edirəm, bir dənə onun üçün hədiyyə götürmüşəm. Qur'an-ı Kərimin hədiyyəsini. Bir dənə zəhmət olmasa. İnanın. Bir dənə Qurana xatir, hamımız qalxaq ona ayağa, Qur'anı təqdim edin. Qur'anı təqdim edin. Qur'an-ı Şərifi sənə təqdim edirəm, bir böyük kimi onu veririk. Allah qəbul edin. Allah qəbul edin. Allah qəbul edin. Əyləşin. Bundan varlı bir şey yoktur. Bəli, düzdür. Allah canını Heç nə bunu əvəz eləyirəm. Bəli. Öpün. Sağ olun. Var ol. Sağ olun. Deməli, siz gedəndən sonra biz Emin müəllimlə çox məsləhətləşdik və o büs məsələsini də orada müzakirə elədik. Emin müəllimin Allah canını sağ eləsin. Özünüz gördüyünüzdə çox tərbiyəli, çox. yüksək səviyyədə intellektual tərbiyəli Çox bir mədəniyyətli insandır. Bəli. O məsələni biz orada müzakirə Allah elədik razı və o olsun. da o sözləri Bəli. orada lazım olan adamlarla Bəli, danışır. Bəşər, çox sağ ol. Mən rəhmətli adamsın, çox sağ ol. Mən deyirəm, Bəşər, Mehdi müəllim, siz danışırsınız biraz. Qoy elə ətri səmini alırıq, sonra bir də səhərə Şimdi bu günləri Mehdi Hüseynzadənin bacısı oldu. Onun adını başlayın, Mehdi. bu məclisdə Mehdidən çox belə maraqlı hadisələr danışılıb. Mən istəyirəm bir dənə hadisəni danışım Mehdidən.
onu mənə Sloveniyada, bizi deməli 2007-ci ildə Mehdinin büstü açılan ili bizi dəvət eləmişdilər Sloveniya və orada Mehdi ilə bir yerdə vuruşan partizanlar bizimlə görüşə gəlmişdilər. Deməli, bu partizanların çox belə maraqlı hadisələr danışırdılar Mehdidən. Mən bir hadisəni demək istəyirəm. Bu, bilirsiniz, çox yerdə danışmışam, burada da danışmaq istəyirəm. Deməli, bir gün Mehdiyə xəbər gəlir ki, sənin şəkillərin Triest küçəsində, o Triest İtaliyanın şəhəri idi. Triest küçəsində hər tində sənin şəklini vurublar və yazıblar ki, deməli, mükafat 300.000 marka. O vaxtdakı 300.000 marka çox böyük pul idi. Mehdi də dedi ki, mən istəyirəm gedim, baxım, görüm, o mənəm ya yox. Çünki bundan qabaq bir 3-4 nəfəri gülləliyiblər. Hələ biliblər ki, Mixaylodur. Bəli, onları gülləliyiblər. Hər dəfədə səhv olub. Deməli, biz deməli, bu onun partizan yoldaşları deyirdilər ki, sən getmə, çox təhlükəlidir. Mehdi də ki, onlar özləri deyirlər ki, bu insanda qorxu hissi yox idi. O dedi ki, yox, mən gedib baxmalıyam, çünki ola bilməz ki, mənim şəkilimdir. Mehdi yenə də öz, deməli, Alman formasını giyir, gedir Triestə. Biz də məcbur olduq ki, bir qrup partizan onun arxasıca getsinlər ki, onu mühafizə eləsinlər. Ki, birdən bir şey olanda Mehdini oradan çıxarda bilsinlər də. Kakras bu kino var, uzaq sahillərdə. Bunun başqa cür verir. Orada biraz başqa cürdür. Mehdi gəlir. Əslən bu cürsüz danışan ki. Mehdi gəlir, görür öz şəklini, gəlir, dayanır onun qabağında, belə baxır. Bu zaman bir Alman zabiti yaxınlaşır, həm şəkilə baxır, həm buna baxır. Deməli, birdən Mehdi, hələ bir ki, nafirijinidir, deyirlər. Deyir, qayıdır ki, siz bir baxın, bu bandit mənə necə oxşayır. Mehdi deyir ki, bu bandit mənə necə oxşayır. Bəs indi götürüb məni həbs edirlər, deyirlər ki, sən Mixaylosan. Bu Alman zabiti də baxır, onu deyir ki, siz nə danışırsınız? Bu partizandır, bu banditdir, siz Alman zabitisiniz, siz onu özünüzlə müqayisə edirsiniz. Bunlar tanış oldular, getdilər, kafedə oturdular. Bu partizanlar da ki, deyir ki, ürəyimizin içini yiyirdik ki, bana bu nə olacaq? Birdən tanıyar da onu. Bunlar da oturublar kafedə, danışırlar, gülürlər, bir-birinə nəsə bu lətifələr, anekdotlar danışırlar, pivə içirlər. Deməli, Mehdi sonra nəsə deyir, kağızın üstündə yazdı, büktü kağızı, verdi, deməli, bu Alman zabitinin əlinə, buna Alfiderzeyn, çıxdı, getdi. Biz də gedirik Mehdinin arxasıca. Birdən eşidirik ki, orada bir təşviş yarandı. Həmin yerdə bu deməli Alman zabiti qalxıb ki, o tərəfə gedib, hansı tərəfə gedib, deməli bu oranı yolları bağlamaq lazımdır. Mehdi biz çoxdan getmişik. İndi deyir, partizan düşərgəsində biz onun üçün balaca bir tribunal yaratmışıq. Mehdi oturub deməli zalın ortasında, taburetkada, başını da salıb aşağı. Biz də ona səriyirik də, deyirik ki, sən beləsən, sən eləsən, sən bizi heç saymadın, sən getdin, belə də. Sonra onun komandiri, onun da komandiri rəhmətli Cavad Həkimli idi. Cavad Həkimli ona deyir ki, sən də görüm o kağızda sən nə yazmışsan? Ona deyir ki, yazdım ki,
Sizin ayıq olmağınızdan çox məmnunam. Başım privetim Mixayla. İndi deyirlər ona ki, yaxşı, birdən bu o moment oxusaydı, sən nə ederdin? Deyir ki, mən onların psixologiyasını çox yaxşı tanıyıram. Onlar əvvəlcə otururlar, içirlər, söhbət edirlər, nəsə xəyallarla belədir. Ondan sonra açıb baxırlar. Dedilər ki, səni 3 günlük qopmaqda salırıq. Türmə fason qopmaqdadır. Get, otur, orada bəlkə ağlın gələr başına. Bizim sözümüzə baxarsanlar, belə bir şeylər olur. Gözəl. Siz bunu televizorda danışmışsınız. Danışmışam. Qulaq asmışdım. Onlar danışıblar ki, bir dəfə Mehdi dilənçi halında, güya ki, bu dilənçidir, cırıq şalvarla, ayaqqabı cırıq, o şimdi oturub deməli səkinin üstündə nədir onun adı, dilənçilik eləyir. O momentdəki qaqraz baxırdı ki, bu almanlar necə gəldilər, orada özü üçün qeyd eləyirdi ki, bunlar gəldilər, onlar getdilər. Sonra gəlib düşərgədə planını cızırdı, necə lazımdır, bu əməliyyata gedirdi. Çox gözəl. Belə şeylər. Çox sağ ol. Sən biz gəl edirik də Mehdinin ətini səndən alırıq. Doktor çox sağ ol, doktor. Allah canını sağ eləsin. Sonra sənin sonunda yaman var ya, qara kişi. Bir də onu alırıq. Çox sağ ol. Hacı Sultan, Allah sənin canını sağ eləsin. Buyur, təqdimat Mən elə. istedim ki, Qur'an-ı Kərimin birini ağsaqqalımızı verdim. Birini də istedim ki... Doktora. Bəli. Çünki bu Qur'an Allahın kitabıdır. Ağsaqqal dedi ki, bundan üstün ədiyyə yoxdur. Mən də bu fikirlə belə gələndə fikirləşdim ki, ağsaqqalı bir də səni nəzərdə tutdum ki, çünki əsas səbəbkar sizsiniz. Sənin dayındır. Yaxşı git dayısına oxşayar. Çox-çoxsan gəlmirsən. Bu Qur'anı da bu niyyətlə verirəm sənə ki, bu Qur'an-ı Kərim həm sizin, ailənizin, özünüzün, Azərbaycan xalqının kömək olsun. Həm də ruhunu, Mehdi Hüseynzadanın ruhunu şad eləsin. Salavat zikr edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah canını sağ eləsin, var ol. Doktor çox sağ ol. Hacı çox sağ ol. Allah canını Borcumuzdur, sağ var ol. eləsin. Çox sağ ol. İndi bir dənə qardaşlar belə gəl edirəm ki, xahiş edirəm, heç kim inciməsin ha. Bizim bunlar dahi yaxınlardır, böyüklərdir, mən söz verdim. Sonra buradan hamımız sizə dahi. Bir dənə ancaq bizim qardaşımız, bir dənə burada 2 kəlmə bizim qaydalarımız var, bu dərvişdir, Mehdahdır. Bir 2 dənə şəhidlik haqqında bizim üçün ruhları şad olsun, oxusun 5 dənə. Sonra biz söhbətimizi elədik. Buyursun. Hələ Mehdinin də adına bir şehit kimi var, oxusun onu. Qısa. Çox uzun lazımdır. 5 dənə. Çünki bu, yəni bir ababanı deyişək, sonra məclisimizi davam edək. Buyur qardaş. Tələsmə. Allah rəhmət eləsin. Elə bu oxuyacağım şeir inşallah Hacı Sultan Əzizimizindir Mehdi barəsində. Mehdi Hüseynzadə barəsində yazdığı bir gözəl bir şeirdir. İnşallah onu bir muğam üstündə mən oxuyum. Mehdi Hüseynzadənin də ruhuna hədiyyə olsun inşallah. İnşallah. Və sonra da bir şəhidlik barəsində də bir qəzəl oxuyaram inşallah. O da elə Hacı Sultan Əzizimizindir. Bilirsiniz də Hacı Sultan Əzizimiz həm də gözəl şairdir, gözəl şeirləri var. İnşallah bu günlərdə hədiyyə olsun. Həm sizin adınızdan, həm bizim adımızdan hədiyyə olsun inşallah. Qəhrəmanlar ara bir əhli hünərdir Mehdin. Candan artıq vətənin istəyənərdir Mehdim. Məhv edib düşməni qurban eləyib varlığını, vətənə, torpağa bir canlı sifərdir Mehdim. Ruh alıb dostlar yoldan eləyib əzmi hünər, damlası gür sel olan bəhri xəzərdir Mehdim. Bənziyən var mı igidlikdə bu dünyada ona, bu rəşadətdə elə Mehdi qədərdir Mehdim. Yağdırıb aldaşı düşmən başına mərdanə, gecəni məhv eləyən nurlu səhərdir Mehdim.
haberdir Mehdi Sultan. Sultan alemde o bir şanlı vügardır vatana. Galibiyet adı en Ali zaferdir Mehdi. Galibiyet adı en Ali zaferdir Mehdi. Ve Ali Muhammed. Mehdi Sönzadə ilə bütün şəhidlərimizin ruhlarına bir də salavat. Muhammed ve Ali Muhammed. Daim vatana millete hizmettir şehitlik. En âli olan zata itayettir şehitlik. Halik buyurup şanine Kur'an'da belehyan. Bu şani ile aleme ibrettir şehitlik. En âli mekam 11 imam ile beraber Peygamber Zehra'ya da kısmet şehitlik. Herkes ki şehit oldu onun kanı da paktır. Napakı da pak eyleyen hikmetli şehitlik. Dünyada şehadet tapana öldü demezler. Çünkü ölümü öldüren aletli şehitlik. Din ile vatan gayretini çekti oğullar. Derk eylediler çün ebediyetli şehitlik. Sultana eğer layık ola koy şehit olsun. Boş arzu değil cennete davetli şehitlik. Cennete davetli şehitlik. Çox sağ ol, çox sağ ol. Çox sağ ol. Allah nefesini var eylesin. Az Sami qardaşımızın salavatına bir salavat istəyir. Borcumuz da əlimizdən nə gəlsin eləməliyik. Oradan da sağ olsun, ifadə güzel. Bəli. Burada bizim indi, mən üzr istəyirəm, biz indi bir-birinə Söhbət yox, necə istəyir təqdim elədiyinə. əl uzatmışıq, indi burada da biraz da mən tələsmişəm, bəlkə də tələsədəm. Deməli, bizim məclisimizdə burada Novxani Ağsaqqallar Şurasının üzvlərindən iştirak edən var, təbii haldır, bilirsiniz. Bəli. Deməli, bizim məclisimizdə 87 yaşında bizim əzizimiz Fərhad Xaloğlu iştirak eləyir. Deməli, Fərhad atası ilə qardaşının ölüm xəbərini alıb Rus torpağında, sonra buradan böyük əzablar, çətinliklər sayəsində, yəni ona köməkli gələn bəzi qurumların köməkliyi sayəsində öz vəsaiti hesabına getdi. Atasını və qardaşının da orada qardaşlıq məzarlarını tapdı. Orada eysanat da eləyiblər, yaxşı da onları qarşılayıblar. İndi burada mənim fikrimcə çox gözəl olar ki, özdə Fərhad Xaloğlu'nun Hacı dediyinə görə deyir ki, globusu fırlat, gözü yum, barmağı hara qoysun. Yəni, globusun hər yerində olmuşam, o işlə əlaqədar, işi hələ olub. İndi Fərhad Xaloğlu 2-3 cümlə ilə etiraf eləyir ki, mən nə danışım Hacı Sultan olan yerdə, amma 2-3 cümlə ilə qoy xatirələrdə qalsın, görək Fərhad Xaloğlu nə deyər. Buyur Fərhad Xaloğlu. Bismillahirrahmanirrahim. Mehdi hakkında o kadar doğrudan söhbətlər oldu ki, İster-istemez ne kadar da onun söhbəti olsa daha da tükenmezdi. O kadar onun biz bilmədiklərimiz elə var. Benim bir dostum var, Hacı Namik, tanıyır. Gedib o Slovayankaya Mehdi'nin qəbrini, mənə bir kasetlə verib, kasetdə baxıram, görürüm ki, hemen o bir yaşlı kişi Mehdi'ni o vədə Mehdi'nin qəbrini Almanlardan gizlətməkdən ötürü onun öküz arabası yok. Gecə ilə onun belə yerdə dəfn eləyiblər onu ki, Almanlar onun qəbrində. Qəbristanlıqda büstü var, heykəli var, Mehdi'nin göstərir kasetdə. Deyir, təzə evlənən insanlar, təzə evlənən gənclər, birinci gəlib Mehdi'ni ziyarət eləyirlər orada. Əhsən. Sonradır ki, qayıdıb
Əhsən. Öz işləri ilə mən. Deməyim o ki, Mehdi haqqında çox danışmaq olar. Mən özüm 57-ci ildə, 56-cı ildə Mehdinin kinoya çıxanda inandırım sənə ki, bizim bir klub vardı, orada ağlaşma gedirdi. O kinoya birinci dəfə baxanda. Çox sağ ol, xalq. Onun üçün o kino axırda o qarışanı zadı göstərir. Vallahi adam baxır, hələ istər-istəməz ki, özündən asılı olmayaraq adam gözləri yaşar. Çox sağ ol. Allah canınızı sağ eləsin. Çox sağ ol. O dedi Ukraynaya düzdür, mən də Ukraynaya 2 dəfə getdim. Onlar müharibənin qutaran vaxtını orada qeyd edirlər, para keçirirlər. Məni icra kimi dəvət elə oran icra kimi gələrsən, getdim ailəmlə bir yerdə o paradda iştirak elədik. Oradan o qarta məni orada qarşıladılar ki, bütün paltab üzrə o icra başçılarının nümayəndəsi bərəkət haqqı, bu bərəkət haqqı. Bizi qonaq elədirlər sonra paraddan sonra. Ukrayna çox gözəl dövlət və millətdir. Ben orada 22 yıl Paraddan sonra bizi dəvət elədilər. Belə bir bizim meşəyə apardı icra hakimi, orada qonaq 150 adam vardı. Bu bərəkət haqqı. Bütün icra başçılarının, paltab üzrə icra başçılarının böyüyü, onlar indi o zəhərmarda. Birinci sağlığı Azərbaycan. Sağ olsun. Sən də sağ ol. Sağ olun, çox sağ olun. Çox sağ ol. Allah Qəni. Meşəyə qəni. Hacıya bir reklam etilən qonaqlarımızdan hansını istəsin söz verərsən. İstilər sənə. Su qalustur. Bu bilir, 22 yıl orada yaşayıb. Ne dirdin ha? Reklam etilən kim istəyir qonaqlardan söz verək danışsın. Qonaqlardan kim istəyir işarə eləsin söz verər. Ne kadar? Yani ki biraz kısa danışar. Ha buyursun Hacıya. Buyursun. Kimdir? O özünüzü təqdim eləyin əvvəldən. Hacının yerlisiyəm. Hacı Ələkbər qadı. Birinci Qarabağ döyüşçüsüyəm. Allah canını sağ ol. Mənə qismət olmayır rəhmətlik Mehdini görmək. Amma 57-ci ildə film birinci dəfə çıxanda mənim Mehdi şarkım vardı. Qaça-qaça getmişəm, bilet almışam, baxmışam bula. Mehdini canlandıran Nadir Şaşıqoğlu. Yağın bilirsin, odan Şaşıqoğlu. Oyuna tanış olmuşam bir məclisdə. Oyuna fəxr edirəm ki, o adam onu canlandırıb. O da gedib dünyasını dəyişib. Allah rəhmət etsin. Bir də deyirəm, Allah rəhmət etsin. İndi də mən o filmə baxıram. Allah rəhmət etsin. Çok sağ ol. Çok teşekkür ederim. Sonra kim daha? Hər birinizi salamlayıram. Bu məclisimizin Mehtəbatda təşkil olunması, Mehtəbat sakinləri üçün böyük bir uğurlu fərqdir ki, biz Mehtəbatlılar, milli qəhrəmanımız Mehdi Hüseynzadənin adını daşıyan qəsəbədə yaşayır. Biz o qəsəbənin sakinləriyik. Mehtəbat qəsəbə sakinləri adından deyə bilərəm ki, Mehdi Hüseynzadəyə, milli qəhrəmanımıza Allah Teala'dan qəni rəhmət diləyir. Qəsəbə sakinləri adına. Biz qəsəbə sakinləri olaraq onun adın o etdiyi hərəkətlərinə, qəhrəmanlıq hərəkətlərinə görə daha yüksək tutmağı nəzərə alırıq və arzu edirəm ki, hər kəs, hər bir Azərbaycan vətəndaşı Mehdi Hüseynzadəni unutmasın və onun kimi qəhrəman olmağa çalışsın. Vətənə, torpağa bağlı olsun. Xalqın sevən olsun, millətin sevən olsun. Hər birinizə minnətdarım. Çok sağ ol. Allah razı olsun. Var danışan orada. Ben tanımıram bu yolda. O Kenan danışsın da, jurnalistimiz bir yazıcımız, neçədən kitabın müəllifidir, Kenan Cavandır, qələmi itidir. Çox sağ olun, ağsaqqallardan üzr istəyirəm. Birincisi, Hacı Sultana təşəkkür edirəm ki, məni belə bir tədbirə dəvət edeyim. Mən bu maşınla gələndə, Azadlıq meydanının yanından keçəndə gördüm ki, Zəfər gününə hazırlıq gedir. Bir anlıq beynimdə belə bir fikir yarandı ki, bu bizim qələbəmizdə Mehdi Hüseynzadənin də payı var. Nə mənada? Yəni bizim nəsil, bizdən sonra gələn nəsillər hamısı o Mehdi Hüseynzadə qəhrəmanlığından örnək götürüblər, vətənpərvərlikdə böyüyüblər. Nəinki Mehdi Hüseynzadədən, Həzi Aslanovdan və digər qəhrəmanlarımızdan örnək götürüblər. Yəni Mehdi Hüseynzadənin bizim bu qələbəmizdə də payı var. Bayaq
Hacı Sultan qeyd elədi 44 rəqəmi noyabr. Yəni bu numerologiya elmi var. O heç nə təsadüfi deyil. Qanun uyğunluq var burada. Yəni bu da maraqlı bir araşdırma mövzusudur. Araşdırsam bəlkə də elə yerlərə gedib çıxar ki, böyük bir yazının mövzusudur. Hər birinizə təşəkkür edirəm. Allah Mehdi Hüseynzadənin ruhunu şad eləsin. Hacı da, burada olan ağsaqqallar da elə bir iş görürlər ki, gənc nəsil üçün onlar da bir örnəyə çevrilirlər. Təzə gələn nəsil görür ki, yəni biz o qəhrəmanlarımızı yaşadırıq, gələcək nəslə ötürürük. Yəni bir körpü rolunu oynayırıq da. Bu mənada Allah sizə can sağlığı versin, Mehdi Hüseynzadənin də ruhu şad olsun. Var olun. Həzrət Aslanov dedim, mən yadıma nə düşdü? Mən məsciddə, bu zona cümə məscidində xutbə oxuyuram. Həmişə bunları yad eləyirəm, adları çəkirəm. Bizim bu 44 günlük müharibədə, zəfərdə şəhid olanlarımız var. Onlar gücü kimdən alıblar? Bu Mehdi Hüseynzadələr, Həzrət Aslanovlar, bu Qafur Məmmədovlar, Cəray Əsədovlar, bəli, Hüseynbala Əliyevlər, bunu deyəcəm, Hüseynbala Əliyevlər. Bunlar əcdaddır, bunlar bilirsiniz, bunlara sələf deyirlər, babalardır bunlar. Bu yerdə qalanlar var, mesela Polad Haşimovdur, İbrahimovdur, Mübariz İbrahimovdur, Əliyar Əliyevdir, Muxtar Qasımlıdır, sayısı bütün şəhidlərimiz əzizdir. Bu yerdə qalanlar xələfdir, övladlar. Bu övladlar gücü öz babalarından alır. Həmin bu qəhrəmanı, Həzrət Aslanov, Mehdi Hüseyn gücülərdən alırlar. O güclə qalibi, Allah kömək olub qalib edir. Bir də bizim Ali Baş Komandanın əmri ilə, rəhbərliyi ilə, xalqın birliyi ilə, dəmir yumruğun möhkəmliyi ilə gör nə qədər burada mükəmməl bir sabablar var ki, Mehdi Hüseynzadənin meclisində hamısının adı çəkilir. Mən bunu deməyim. Sağ ol ki, Həzrət Aslanovu dedin, düşdü yazı. Sultan, sən tək şair deyilsən, valla sən əla jurnalist. Allah canı sağ. Sağ ol. Hacıyami, indi icazə versəydin. Bir anda burada qəhrəman var, bundan sonra. O danışırsın. İcazə versəydin Hacıyami, bizim Novxanı kənd Cümə Məscidinin də Axundunun burada bizi ilə bir yerdə iştirak edir. İlk dəfədə Fatihə surəsini Hacı Natiq oxudu. Hacı Natiq bizim canımız, dindarımız. O da öz təəssüratlarını 3-4 cümlə ilə bölüşərdi, feyziyab olardı. Buyurun Hacı. Rəhman və Rəhim olan Allahın adıyla. Əzizlərim, mən burada görürəm ki, hamımızdan kiçik yüz mənəm. Hacı Sultan əmidən, biz onanın Axundundan çox-çox üzr istəyirəm. Yəni bu onun səlahiyyətindədir, amma Quranı necə oxuduğumuz kimi və onu azdan çoxdan mütaliə elədiyimiz kimi Quranda şəhidlərə aid olan bir məxsusi bir ayə var. Məxsusi bir ayə var ki, onlara ölü Allah deyir. Onlara ölü deməyin. Onlar Allah yanında, Allah qatında Allahın verdiyi ruzilərdən yiyirlər. Bugün zahirən, cismən bizdən ayrıdılar. Amma onlar bizləndilər. Biz bunu, bizim bəsirət gözümüz bağlıdır, onu görə bilmirik, dərk eləyə bilmirik. Bir də ki, peyğəmbərlərdən sonra, böyük şəxsi imamlardan sonra yer üzündə olan şəhidlər ki var, şəhidlərin də ali müəyyən dərəcədə onların da şəri baxımdan, İslami baxımdan müəyyən dərəcədə onların da, belə deyək də, imtiyazları var. Hansı ki Allah onlara da qiyamətin günündə şəfaətçi olmağı, onlar bizi kimi insanlar, bəzən digər insanların cənnətə daxil olmasında bilavasitə onlar olacaqlar. Onların duaları olacaq. Bu bir. Bugün Mehdi Hüseynzadə kəndimizin nəinki Novxanı kəndinin, ümumi Azərbaycanın, ümumi bəşərin deyərdim. Çünki Yugoslaviyada və o yerlərdəki o can qoyub və bütün millətlərin arasında fərq qoymadan canlı fəda edib. Yalnız nəyə görə? Bir insanlığın xatirinə. Biz bugün onu yad eləyirik.
Onun misalında bayaqları Hacı Əmi dedi, adlarını çəkdi. Mənim fikrimdən bir anlığa gəldi, keçdi. Polad Həşimov kimi, onun ardıcılları, Polad Həşimov kimi, Mübariz kimi, böyük Mübariz İbrahimov kimi, Xudayar kimi el oğullarımız, el balalarımız, 3000-dən yuxarı şəhidlərimiz, canlı bayaqları Hacı Əmi dedi, hansı ki vuruşublar, qazilərdirlər canlarından, qollarından keçən, gözünü verən, bizim yolumuzda gözünü verən kəndimizdə olan Amin Əliyev də var, qardaşımız var, balamız var ki, hansı ki gözünü verib, heç bir şey düşünmədən onlar veriblər canlarını. Bugündən də bu yana, ta qiyamətə qədər, nə qədər ki var olacaq dünya, bütün Azərbaycanımızın hər bir vətəndaşı, hər bir oğlu ki yetişir, gələcəkdə nəslimiz yetişir, o cür şəxsiyyətlər yetişəcək və davam eləyəcək. İnşallah Allah'a and verirəm Allahlığı xatirinə, bizim ölkəmizi, məmləkətimizi bundan bu yana yaman günlər göstərməsin. Allah'a and verirəm öz qüdrəti xatirinə, cəmi şəhidlərimizin ruhunu, İmam Hüseyin hansı ki başda əsas şəhidlərin ağası İmam Hüseyin gedir, İmam Hüseyinin xatirinə Allah Teala onların cəmi şəhidlərimizin də ruhunu şad eləsin inşallah. Mən Fatihə vermirəm, Hacıya sözümü verirəm. Çox təşəkkür edirəm. Var ol, çox gözəl, qəşəng, ləzzətli. Allah, mən dedim ki, Allah hamımıza can sağlığı versin. Burada gəlirəm, böyüklərimizə Quran hədiyyə elədim. Yəni ki, Quran-ı Kərim hədiyyə elədim. İstədim, ürəyim istədi ki, elə hamısına hədiyyə verim, burada iştirak edənlərin. Mehdi Sənzadanın əksi, anadan olan ili, şəhadət günü, tarixi, ayı, istəyirəm paylayayım bunlar burada sizin üçün. Yəni, bismillah səndən başlayıram. İstəyirəm ki, bir də ayaq üstə kim zəhmət çəkir, siz paylayın. Amin, amin. Paylayın. Ya Allah, asam. Bir də ki, xahiş edirəm və yaxşı olanlardan, nümçələrə qoğal, bunlar eksandır, bunlar qalmasın, xahiş edirəm. Allah kabul etsin. Qoyun qabağla, özünüz cavanlar, əl yetirin. Bir de şekli var burada. Ve böyle. Allah can sağlığı versin. Xahiş edirəm bunlardan. Əsas sözlər Allah şeirdə dediniz, Quranda bələm qeyd olunur. Düzdür. Çatdı şeir olmuşsan götürmüş. Yani orada Ərəb dilində değil ama Ben götürdüm. Bax sizdə. Bir tane Qurban müəllim, bir dənə də mənim dostuma verərsən bunu, kəsir etmə. Emin müəllim. Bir dənə. O çəksin bir dənə. Bir dənə zəhmət olmasa. Tutun ərzisi. Ha, tut. Emin müəllim verərsin. Ha, oldu. kitap vermişim. Ben de anladım. Hər, kitab vermişim var, bəli. Çatdı hamısın şəkil. Bax. Ha, kitablar da. Belə hədiyyələr var, onlar biz verməliyik. Bu da var artıq. Ha, onu ver mənə. Ver mənə. Bir dənə də biz burada... Ha, bir nəfər yaxşı olan gəlsin. Bir dənə sizin üçün burada iştirak edirik. İnşallah təbərrikdir də bu günləri. Allah'ımıza can sağlığı versin. Bu bir kitapçadır. Kişi söz vermedi. Kime? Kişi danışmadı. Danışırıq da. Buradaydı hamımız. Bir dənə bu kitapçadır. Peyğəmbər əleyhissalam haqqında burada məlumat, Quran-ı Kərimdən ayələr, dinimiz haqqında qısa məlumat verilir. Bu eksandır. Bunu mənim üçün göndərilə məsciddə cəmaata paylayayım, qonaqlara. Gördü mənə münasibdir, mən gəlirəm bura. Və bu Peyğəmbərin cavanlıq şəklidir. Gənc vaxtı üstündə bu əks. Təsəvvürdür da, yəni ki. Mən də gəlirəm bura, dedim, olsun mənim bundan 100 dənə veriblər ki, mömin adamlara qonaqlar. Fikirləşdim, bu hələ Mehdinin də məclisində bir hədiyyə olsun, bunu paylayaq. Ya səndən başlayıram. Çok sağ ol. Hayırlı olsun. Ha, siz zahmet olarsınız, cavanlara verin. Kenan bir də əri yetirir burada. Cavanlara verin.
Götürüm de. Oradan ötürü. Birim vermem. Yazdım, istedim, ben de verdim. Birim vermem. Mağdur veren 10 binden sen emin əvəzlərə Buyurmuş olmur. Ben dedim ki kim söhbət eləsə vaxtı çok. Qulaq ası inşallah. Əlbət ki. Allah. Bir haşiyə çıxmaq istəyirəm. Düzdür, Hacı Sultan əmi kimi, Nubal əmi kimi nafilərin yanında danışmaq biraz mənim üçün yersiz olsa da, Allah eləmə. Novxanı Ağsaqqallar Şurasının mətbuat katibi kimi bir fikir söyləmək istəyirəm. Bu mənim şəxsi fikrimdir. Mənə belə gəlir ki, hamının ürəyinə olacaq. İnşallah. Azərbaycana bir çox qəhrəmanlar olur. Köhnə tarixdə, yeni tarixdə, qədim dünya tarixində, Şahsman Xətaydan tutmuş, Üsübəri. Amma yeni Azərbaycan tarixində, orta tarixlərdə bizim qəhrəmanlarımızın qəhrəman statusunu almaq, xahiş edib qulaq asın, qəhrəman statusunu almaq, onun ışıqlandırmasında Ulu Öndər Heydər Əliyevin mühüm rolu olur. Söz yox ki, şübhə yox ki, Mehdimiz canından, qanından keçib. Amma Rus totalitar rejimi çalışıb ki, hər növdən onun qəhrəmanlığının üstünə kölgə salsın. Məfur ermənilər hətta Həzi Aslanovun ikinci, üçüncü dəfə milli qəhrəman adını almağa sipə yaradıblar. Bəli, düzdür. Qoymayıblar. Əhsən. Həzi Aslanovun 8 mayda ölməyi hələ də araşdırılmayıb. Bəlkə də onun izində tarixçilər deyirlər ki, erməni izi var, erməni əli var. Burada İsa'nın savabından, burada oxunan duaların savabından böyük hissəsi bizim Ulu Höndərə şamil olur. Çünki o olmasaydı, Mehdi Hüseynzadə hələ də vətən xaini damğası altında izlənirdi. Onun gərgin əməyi, Rus dövlətinin vaxtında onu aşkara çıxarmaq, o damğanı onun üstündən götürmək böyük hünər, Acami, böyük hünər tələb olunurdu. O öz canından tutduğu vəzifədən risk edirdi ki, Rus ona deyərdi ki, sənin neyvə lazım ki, sən öz millətinə görə vətən damğasını götürürsən bunun üstündən. Gör o kişi necə risk eləyib. Mehdinin onun qəhrəmanlığını bizə çatdırmaq üçün onun böyük əməyi var. Allah ona rəhmət eləsin, onun yoldaşına rəhmət eləsin. Onun layiqli damamçısı İlham Əliyevə uzun ömür, can sağlığı versin. Ailəsinə də o hətta parada fikir vermiş özü və xanımı şəhidlərin şəkli özü əllərində birinci gedirlər. O qədər olar o adamlar şəhidlərə, o cavanlara mühüm rol ayırırlar. Allah onun vücudunu bir bala eləsin ki, bizim belə prezidentimiz var. O Ulu Öndərin davamçısı var. Bu balaca bir şey Allah Teala onu bizə bəxş edib ki, bizim milləti qorumaq, daxili və xarici düşmənlərdən qorumaq üçün biz o kişinin ətrafında birləşməliyik. O gecə gündüz çalışır ki, bizim xalqının rifahı yüksək olsun. Mühüm məsələlər və müəyyən məsələlər var ki, buradan bilir, onu toxunmaq istəmirəm. Daxili və xarici düşmənlər çalışırlar ki, onu bunu çəkindirsinlər. Biz onlara rəğmən mütləq, mən bu şəxsi fikrimdir, mən bilən hamı razıdır buradan. Hamı razılığıyla prezidentimizin və onun ailəsi ətrafında birləşməliyik. Amin, şükür. Xahiş edirəm, Hacı. Bəli. Ulu Öndərin ruhunda bir dənə, siz özünüz şəxsən bir dənə salamsınız. Deyəcəm. Mən bir dənə də sözü, hələ o sözün, sənin sözünün bir dənə qüvvəsini deyəcəm. Hələ baş ağrısı verdim, üzr hesab edin. Yox, ləzzətli söz danışdım. Bizim ürəyimizdən çıxan bu söhbətlərin. Məncə bir dənə istəyirəm söz deyim, sizə burada ki, sənin fikirlərimin daha laf kulumdan nöqtəsi olsun. Minnətdarım. Deməli, Allah canınızı, bu kişi mənim köhnə dostumdur, 40 ildir, mənim 50 ildir. Bu boyda boyulumdan dostluğu ilə. 73-cü ildə. 70 ilini də bilir. Sonraki, həm də onu demək istəyim ki, indi bilmirəm, deyirəm, danışmayam, acıq elədi bizdən. Yox, acıq elədi, neysə, ancaq danışmırsan ki. Yox. Onda mən bunun yerinə 2 cümlə söz demək istəyirəm. Sizin adınız nədir? Namik. Namik müəllim. Hacı Namik. Hacı Namik, bax, hamısı eşitsin. Mən özü danışmadı, bilirəm ki, özü də danışsaydı bunlar, özü deməyəcəkdi. Amma bu söz ki, bu
arzularınızı deyirsiniz ki, Ulu Öndər haqqında, Ali Başkoman hamısı ilə bir. Bu kişi Heydər Əliyevin sağlığında, Ulu Öndərimizin sağlığında. Gedib onun qabuluna. Gedib onun oturub söhbət edib buna. Deyim, nə lazım sənə? Deyim, mən insan lazımdır. Mənə o lazımdır ki, icazə ver, sənin sağlığında sənin ad gününü keçirdim. Şüvəlanda qələdə. 5 il, 5 dəfə. 5 il Ulu Öndərin sağlığından mühüqə 200 izdihamlı insanların iştirakı ilə, öz məhəbbəti ilə. Bu bir. Söhbəti böyük. Siz də iştirak edirsiniz, var görsün. İndi ikinci. İkinci də hamımız bilirsiniz ki, Ali Başkomandan bizim Qarabağ Fatihi İlham Əliyev cənabları özü üçün ad günü keçirmir. Hamımız bunu bilirsiniz, xoşlamır. O ad günlərində prezidentimiz gedir qazilərlə görüşməyə, ev olmayanlara o gündə ya. Çünki xoşlamır, eləmir. Yəni ki, heç də istəmirdi olsun. Ancaq bu kişinin nə adı vətənpərvərliyi var ki, hələ belə yerdə bunu Hacı Zeynalabdin mükafatı verməyiblər, üstündə bir dənə Mehdi ondan da qüvvəli olsun ki, Mehdi adı ondan da onu çıxarmır. İkisinə də bir sayına, yuxarıda da Mehdi olsun, şəhiddir də, şəhiddən üstün adam yoxdur ki, həm də qəhrəman. İndi bax, indi də hal-hazırda möhtərəm prezidentimizin İlham Əliyevin ad gününü keçirdir. Özlük, qəşəng, hər il anadan olan gününü keçirdir. Yəni ki, ussuz ki, bu əməli surətdə. Əməli surətdə onlara eləyir, hər şeyindən keçir. Barından, pulundan, neyindən. O qədər elə bir deyib, daha imkanı yox, pis gündədir. Qarolçu dayanır. Yox, olanı deyirəm, sizin mənim yaxın dostu çox adam bilmir. Qarolçu işləyir bu. Maaşını yığır, düzəldir ki, o gün gəlsin. Bunları dəvət eləb edirsən. Ayın 3-i, noyabrın 3-i. Hər il şəhidlər üçün noyabrın 3-i Zəfər günü ən birinci bu eləyib Şuşa üçün. Şuşanın ətri gəlir, hə? Bakıdan Şuşa. Yox, adından qabaq da Zəfərin mübarək. Zəfərin mübarək, bəli. Hətta deyirəm də onlarda. 20-ci ildə pandemiya dövründə. Milləti tutacaqlar səni. O dövrdə ki, qadağan idiyə yığılır. Gör, necə danışdırırsan, ey onu. Dedim, jurnalist bax, aydınlar. Bax, pandemiya dövründə özü dedi də, onda qadağan idi tədbir. Ancaq bu elədi. Yəni, mən vətən söyləyirəm, şəhid üçün nə olur olsun, elədi, keçirdi. İndi də ayın içində saat 3-də, ayın 3 sabahda, sabahları saat 3-də gənə də şəhidlər, Zəfər şəhidləri üçün gənə də tədbir edir. Hamısı dəvət edir Mərdəkanda. Şüvəlanda. Xəzri Şadlıq evində. Xəzri Şadlıq evində. Bunu gələndə götürərsən, ha? Həcimlik bala, bunu gələndə götürərsən. Mənə bax, gözünüzü danışdırıram özünü, adresi zadı deyir, sonra harada yığılırsan. Özür istəyirəm, məclisə ona gidib, dovşanı arabayla tutmaq. Görürsən necə danışdırırsan. Allah. Çox şad oluruq ki, sizinlə burada tanış olmaq, bələdçilə bir dostluqlar, mehribanlıqlar, Allah'ımızı cansın. Kimin sözü var danışsın. Bəlkə elə belə Demək, hamı durdu, mən də durmayam. Biz Abşeron rayonunun Besəbat qəsəbəsində Ağsaqqallar Şurasının seçilmişəm. Müəllim Bəyət dedi, təşəkkürlər edirəm hər birinizə. Xoş gördük sizləri. Özüm haqqında məlumat verəcəm. Ancaq bu məlumatı Qurban müəllim verməli idi sizə. Sizə mən böyük qiymət verirəm. Allah sizin həmişə canınızı sağ eləsin. Allah hər birinizin ölənlərinə rəhmət eləsin. Çünki mən şəhid mayor Qarabağ ordenli Ramid Hacıyevin atasıyam. Allah rəhmət. Əslim isə Cəbrayılıdır. Ruhu şad olsun. Gələrsən ürəməcəsən, sabahları, səndən xahiş edirəm. Siz sağ olun. İndi baxar ki, səhər bizim hər gün biz hal-hazırda indiki dövrdə xiyabanda tədbirdə oluruq. Qurban kişi özü onu gözəl bilir. Mən özüm səhər-səhər tədbirdə olmuşam, 2-ci fəxr xiyabanda, sonra bura gəlmişəm. Sabah bizim tədbirimiz xiyabanda olur hər gün. Çox güman ki, mən ora gəlib çata bilmərəm. Sizə yalandan deməyim ki, gələrəm. Mən sizin başda Mehdi Hüseynzadə olmaqla, onun filminə cavanlıqda baxdığımız zaman, onun qəhrəmanlığını gördüyümüz zaman, mən 69 yaşımın içində hələ bilmirdim ki, Mehdi Hüseynzadə Novxanlıqda. Gör bu meclisin nə adı? Allaha and olsun. Ona görə sizlərə təşəkkür düşür ki, Qurban müəllimə təşəkkür düşür ki, bugünkü gündə
Mən özüm gəldim görün nə qədər insanla tanış oldum. Bu Mehdi Hüseynzadənin sayəsindədir. Allah qəni rəhmət eləsin hər birinə. Sizə qiyməti nəyə görə verdim ki, bir ağsaqqallar kimi. Siz dilinizdən şəhidlər sözü yerə düşmədi. 3000 şəhidləri hər biriniz saydınız. Hər biriniz saydınız o şəhidləri ki, o şəhidlərin valideynlərdən biri də mənəm. Mən bu gün burada durub Mehdi Hüseynzadə haqqında və ya şəhidlərimiz haqqında bir kəlmə söz deməsəydim, çölə çıxanda biz biləcəydiniz, geçdiniz ki, sizin daxilinizdə bir şəhid atası var idi. Amma bir kəlmə bizə qarşı bir söz durub demədi. Siz onsuz da azadlıqdır, azad sözü vermişdiniz. Mən özüm bu qəlbimdən, içimdən gəldi, sizlərin sözündən sonra gəldi ki, sizə qiymət vermək lazımdır. Siz çox gözəl bir iş görmüşsünüz. Bu görülməlidir, bu bilinməlidir. Hər bir şəhidin haqqıdır ki, cəmaatın, xalqın içində tanınsın. Bu kişi də yaxşı dedi ki, Mehtabatın, valla bəlkə də mənim kimi o qədər adamlar var ki, bir millətin hələ Mehdi Hüseynzadə hansı kətdədir? Çoxu bilmir. Valla çoxu da bəlkə də bilmir. Allah canlı sağ olasın. Çox sağ olun. Gözəl söz danışdım. Mən bir dənə sizin sözünüzə qoyum. Nəinki siz? Bakının elə bəzi kəndlərində də mən söhbətlər eləmişəm. Bəzi adamlar, çox adam bilmir ki, bu Mehdabadda Abad Mehdi kimdir? Sual versən deyir, Mehdini tanımır. Ya inki, elə siz deyən kimi yox qanuni. Bu maarifləndirmək bir savab işdir ki, burada nə qədər insanlar, bir də sizə mən nə üçün təşəkkür edirəm? Siz şehid atılsınız. Mən sizə təşəkkür edirəm ki, belə bir məclis eləmişsiniz. Biz burada tanımadığım insanlarla tanış olduk. Məni də tanıdılar, mən də digər yolda tanıdım. Allah oğlunu Mən də tanıyırdım ki, bu kişini, müəllimi, doktoru nə tanıyırdım ki, bu kişi... Mən üzr istəyirəm, mən gözləyirdim ki, Nərman müəllim çıxış eləyəndə mən onu təqdim eləyəm. Daha mən bunu qəbul edirəm, onun iradını da qəbul edirəm. Mən gözləyirdim ki, o ayağa qalxsın, mən onu təqdim edeyim ki, bunun oğlu mayor, belə şəhid, və özü təqdim elədi deyim, və mən çaşdım. Başa düşdüm. Allah canlısı, mən də bir asaq xalq, şəhid oğlu, Allah rəhmət etsin. Ruhu şad olsun, bütün şəhidlər. Biz çox şad olduq ki, sən özünü nişan verdin ki, biz bilmirdik. Ağsaqqal da istəyib ki, sizi təqdim eləsin, məqamında siz durmuşsunuz. Mən evdən çıxanda özümlə 3 dənə Quran götürmüşdüm. Bu bizlikdə öyle, bu ilahinin təqdiridir. Fikirdə götürmüşdüm biri Ağsaqqallar Şurası Sədri Qurban müəllim, biri Mehdi Ətirli, Mehdi Hüseynzadənin bacısı oğlu. Bir dənə Quran götürmüşəm Azərbaycan dilində. Bizim dilimizdə tərcümə özüdə. Bunu da götürəndə yadıma nə düşdü? Bunu deyim, sənə təqdim edir. Dedim, burada lazım olar, bunu ehtiyatçı götürürəm ki, bir də. Bax, görürsün ki, düşdü yerimə. Sənə də 3 dənə Quran. Amma bu sözü də deyirəm ki, mənim bir dənə dostum var, bunu özü danışım mənim üçün. Deyir, mən bir şəhid ailəsinə gedmişdim. İnanın Allaha, mənim üçün danışım. Bir şey, ruhanıdır. Sonra namaz vaxtı dedim ki, burada bir otaq, harada namaz qılım, namazımı var, şəhid ailəsində. Dedilər ki, şəhid oğlanın öz otağında. Onun öz otağı var. Deyir, mən də dəstəmaz aldım, girdim. Deməli, belə pərdələr yoxdur, deydə. Başladım namaza, namazın əsnasında qutarırdım, namazın axırları idi. Deyir, gördüm ki, öyün pərdə, bu belə pərdə getdi bu yana. Ancaq adam yoxdur. İnanın Allah, o deyir şəhidlər... Şəhidlər diri də ölməz, Allah deyir, uyanda bən Əhya bəyə qardeş ayəni oxudu ya. Və la təqulu limən yuxtəlu fi səbilillah ənva bəl əhya və lakin la təşurun. Allah deyir ki, Allah yolunda, din yolunda, vətən yolunda öldürülənlərə, ölənlərə demir ha, öldürülənlərə ölü demir. Bəl əhya. Onlar diridirlər, dalına bax, və lakin la təşurun. Amma siz onların diriliyini, şuurluğu çatmır, dərk edəmirsiniz. Həmin sözdür. Deyir, qoqtarım sözümü, deyir, pərdə getdi, deyir, tər bastı mənə ki, adam yoxdur, ancaq pərdə çəkildi bələnçiyinə. Qaldım belə şəkdə. Gördüm ki, bayırdan, ləzzətlidir ya Kənan müəllim, gördüm ki, o zamanda pərdə gedəndə təəccüb elədim, öz başına pərdə necə gedə bilər, bu ola bilməz. Mənim gözümü belə görsəmdi, gördüm ki, bayırdan, otağın qapısından şəhidin bir oğlu var idi, bir qızı. Qız dedi qardeşinə ki, qaqaş,
Atamızın iyi gəldiysə, atamız otaqdadır. Ətri gəl burnuma. Sən bax. Buna görə şəhidlər buradadır. Sənin oğlun da buradadır. Hamısı buradadır. Buna görə çox sağ ol. Bu Quran sana Siz sağ olun. Allah sizə bizim müəllim tanışdıq. Allah Qurban müəllimin canı sağ eləsin. Əhsən. bu Quran Azərbaycan dilindedir. Hələ bizdən sizə hədiyyə oğlumun da bütün şəhidlərin Allah sizə ömür versin. Allah canını sağ olsun. Tələsməyəcəksin. Allah rəhmət. Allah razı olsun. Har olun. Allah ömür versin. Allah sizə can sağlığı versin. Borcumuzdur biz eləmək. Allah hamımız əzizimiz, sizin nökərinizik. Mən şəxsən sizin nökərinizəm. Əlimdən nə gəlsin? Quran-ı Kərimdə belə bir ifadə var. Təbərrük. Təbərrükün də mənası odur ki, təbərrük mübarək, bərəkətli mənası var. Eyni kökdən gəlir bu sözlər. Təbərrük. Doğrudandır. Məsələn, bir adam gedir Məkkəyə, oradan bir təbərrük, təsbih götürür, təbərrükdür. Kərbəlaya gedir Məkkədə, möhür götürür, İmam Hüseyndir. Ona deyirlər bizdə təbərrük. Öpüb bunu Füzuluna Allah qəni rəhmət eləsin. Deyir, Kərbəla elə bir torpaqdır ki, Kərbəlada yatan hər halda ikən, torpağa dönsə də düşməz də yerdən. Torpağın götürüb təsbih edərlər. Keçər şərafətlə bir-birlərlərdə. Yəni, Kərbəlada torpağa gedən torpağa qarışır, İmam Hüseynin torpağı olduğuna görə ondan möhür düzəldirlər. Həmin insanın da hissəsi o qarışır. Onu təsbih olanda onu öpürlər, qoyurlar gözləri. Möhür olanda öpür qoyur. Bu ona deyilən mübarək, bərəkətli, təbərrük. Qur'an-ı Kərimdə 5 dənə şeyə təbərrük deyilir. İndi uzun söhbətli olaraq demirəm, ancaq onu demək istəyirəm ki, bugünkü təbərrükümüz qeyri-adi bir təbərrükdür. Çünki Mehdi müəllim, Mehdi Hüseynzadənin bacısı oğludur. Çox maraqlı sözdür, hamımız qulaq asayıq. Mehdi Hüseynzadənin üzüyü onun barmağındadır, göstərəcək. Siz də danışmışanı deyir, necə? Deməli, bu necə olub? Bu üzüyü hazırlamışdılar. Türkiyə xanımın bir dənə böyük, deməli, imperial sikkəsi var idi. Onu, deməli, əritdilər və bu üzüyü düzəltdilər ki, Mehdi müharibədən sonra qayıdanda onun bir gözaltısı var idi, nişan aparsınlar və bunu Mehdi üçün hazırlamışdılar. İndi belə oldu ki, qismət olmadı da, Mehdi qayıtmadı. İndi həyatdır da, mənim vaxtım gəldi. İndi mən evlənməli idim. Anam da məni çağırdı, dedi ki, bilirsən, dayıva qismət olmadı. Mən bu üzüyü sənə verirəm, sən bunu göz bəbəyin kimi saxla günəli. Heç yerdə itirmə, nə barə. Mən dedim, ay mama, sən nə danışırsan? Bu üzüyü itirmək olar. İnanırsınız, hərdən yadımdan çıxır, haradasa qoyuram. Dəli kimi gəzirəm otaqları ki, mən bunu hara qoymuşam, baxın, mən burada çıxartmışam. Haçandan haçana tapıram, hələ bil ki, ürəyim sakitləşir ki, tapmışam. Allah canını sağ olsun. Bu ürəyi çox, üzüyü çox belə... Bir də baxın görə. Yaxınlama. Özdəki toşlu mənim barmağıma oturur. Taç. Ölçüsü elə bil ki, bir... Bu da ilahinin Ruhu şad olur. Çox qəşəng bu doğrudan böyük xatirə oldu, gözəl, əziz. O günləri Mehdinin kitablarına bağıranda şey edirəm, necə deyirlər, yoxlayıram ki, görüm yerindədir, yerində deyil. Deməli, əlimə bir dənə kitab düşüb, düzdür, rus dilində idi. Latinskaya qrammatika. Mən fikirləşdim ki, bu latin dili ona neyinə lazımdır. Sonra başa düşdüm. Sən demə, latin dili əksəriyyət
tibb işçiləri işlədirlər də. Latin dilində resept yazırlar, latin dilində xəstəliklərin adları latin dilindədir. Sonra belə bir fikir gəldi ki, bu deməli latin qrammatikanı, bu latin dili İtalyan dili ilə çox bir-birinə oxşayır, çox yaxındır. Ola bilsin, ona görə də Mehdi partizan düşərgəsində olanda o İtalyan dilini çox tez öyrəndi. Sonra deməli hərdən soruşurlar ki, Mehdi bu alman dilini necə olub ki, belə mükəmməl bilib. Sən demə, Mehdinin müəlliməsi məktəbdə özü alman idi. Deməli, Bakı almanlarından idi. O ilə deməli, şəxsi belə öz otağında o ilə dərs keçirdi. Məktəb qutarandan sonra Mehdini çağırırdı ki, idi suda, budumuz animasiya. Ona görə də Mehdi alman dilini çox təmin. Mükəmməl. Almanlardan yaxşı bilir. Özdə ki, onlarda bilirsiniz necədir, hər vilayətin öz ləhcəsi var. Onu da öyrətdi ona. Onu da öyrətdi. Mehdi vəbşə əldən çox zirəki idi. Onun bir dostu vardı, Mürsəl Nəcəfov, rəssam. Onlar birinci sinifdən axıracan bir partada otururlar. Çox yaxın dost idilər. O belə bir məzəli əhvalatı danışır mənə. Deyir ki, oturmuşuq sinifdə, müəllim gəldi. Müəllim də ki, kim idi? Süleyman Sani Axundov. Onların direktoru. Allah rəhmət eləsin. Onların direktoru idi, məktəbin direktoru. Qoca kişi idi, gəldi, oturdu, jurnalı götürdü, başladı siyahıya baxmağa. Əvvəl bir oğlanın adını çəkdi, dedi ki, gəlsin Doskaya. Mehdi də starısta idi. Mehdi durdu ki, bilirsiniz, müəllim, o bugün gəlməyib, xəstədir. Ancaq çox yaxşı oğlandır. Siz bilirsiniz onu, həmişə dərsindən 5 alıb, siz onu həmişə tərifləndirirsiniz. Şimdi Süleyman müəllim vaxtında dedi, yaxşı, otursun. Sonra Mehdinin adını çəkir ki, Hüseynzadə Mehdi, gəlsin Daskaya. Bu yəni də dur ki, bilirsiniz, havalar soyuqdur, Mehdi də xəstələnib, o da gəlməyib, bilirsiniz, onun da deməli temperaturası qalxıb, pasteldə də gələ bilməyib. Birdən Süleyman müəllim deyir ki, o hansı oğlandır? Mehdi dedi ki, baba burada otururdu, bu birinci partada. Həmişə sizin dərsinizdə özünü yaxşı aparırlar. Birdən Süleyman müəllim deyir ki, o xuliqan, o özünüdür, pis aparan, yox onu bir də 2 yıl. Deyir ki, bir gülməyi tutmuşdu. Amma gülür, Süleyman müəllim deyir ki, bəs nə olub sizə, nə xəbər? Uşaqlar dedi, elə özüdür. Özü də. Doktor, Allah canını sağ olsun. Allah səndən razı olsun. Allah sənə ömür versin. Allah sənə verən ömrü yaxşı yaşayasan, ağrımayasan. Allah sənə, biz səninlə fəxr eləyirik. Çox sağ olun. Biz səninlə fəxr eləyirik. Sevinirik. Ne yaxşı ki, sən varsan doktor. Siz onu bilirsiniz ki, mən Heydər Əliyevə həkim olmuşam. Yox. O tədbir olanda, bu kortej, maşınlar kortej gedəndə axırıncı maşın sanitarlı maşın idi. Bizim deməli komissiyanın skorusu idi. Orada mən pastayan otururdum. İnanırsınız, mənim dokumentlərimi 3 gün ərzində baxdılar. Dedilər ki, familiya Azizbekov, imя Мехти, значит, родственник Мехти Хусейнзаде, родственник Мешади Азбекова. Все, никаких вопросов. Сразу qol çəkdilər ki, mən deməli orada işləyə bilərəm. Oğuzların ki, 3 aylarla, 4 aylarla yoxlayırdılar. Allah rəhmət Gözəl, etsin. Allah rəhmət etsin. Bu nəsə ağsaqqal demək istəyir. Yox, Alman dilinə görə deyəcəm, mən birinci sinifə getməyən də Alman dilini mən bilirdim. Niyə? Çünki evdəkilər dərsə gedənlər idi. Mən qardaşlarım içərisində balacaydım. Mən artıq birinci sinifə gedəndə Alman dilində yazırdım, sərbəst oxuyurdum. Və inanın, Alman dilini mən sərbəst bilmişəm. İntihası ağıl işləməyib ki, bu dili unutmayasan. O kənddən öz kəndimizə gələndə mən 2 il dərs demişəm.
Bəli. 9-8-ci illərdə çünki Alman dili müəllimi təhsilli müəllim deyil idi. Plen düşmüşdü, o plenlikdə Alman dilini öyrənmişdi və dərs keçən o idi. Dərsə girəndə deyirdi, qurban dərsi keçsin. Allah canınızı sağ olsun. Bilirəm ki, Allah hamımızdan razı olsun, sizin icazənizlə, sizin razılıqlarınızla. Deməli, mən istəyirəm ki, bu məclis qeyri-adi meclisdir. Məktubatda birinci gündür, birinci dəfədir. Mehdi Hüseynzadə üçün söhbətlər də qeyri-adidir, tanışlıqlarımız da hamısı ilahi tərəfdən maraqlıdır, ya qeyri-adidir, yəni hikmətlidir, maraqlıdır. Mən istəyirəm bu məclisin, kimin də sözü var, yəni deyər. Bu məclisin axırında mənə icazə verir. İstəyirəm bu məclisi elə qutarım ki, heç yerdə meclis belə qutarmır. Axırını belə bir qutarım. Mən bir kəlmə söz deyim, yox, bir kəlmə söz deyim. Mən Emin müəllimə zəng vuranda dedim ki, heyf iştirak eləmədim. Öz fikirlərimi dedim, and olsun Allah öz peşmançılığını ifadə elədi ki, heyf vacib işlər var idi, gələ bilmədi. Hətta mən sürən gecə ilə danışırdım. Mən dedim, mütləq mən dedim, burada olar. Dedi, işlərim var. Çox vacib. Dedi, çox vacib. Dedi, mənə də dedi. Çox sağ ol, saqqal, hamımız sağ. Bir dənə hamımız durayıq, burada sıra ilə deyək. Mən bir dua oxuyayım şəhidlərimizə. Dua oxuyacağım, ziyarət duası. Sonra hamımız arasında keçək. Yəni, fikrim nədir? Fikirləşik, bu məclis hələ doğrudan qeyri-adi bir məclisdir. Burada bir başqa bir qayda ilə qutarayım. Bu məclislərdə belə olur, burada olacaq. Yəni, nədir o? Beyada gələndə orada yolda dedim ki, biz bilirik ki, Mehdi Hüseynzadə, Mehdi adı bizim 12-ci imamımızın adıdır. İmam Mehdi sahib zamanın adıdır. Və ətrafda olan nə qədər imamlarımız var, peyğəmbərlərimiz var, hamısı da şehid olurlar. Bütün şehidlərin duanın içində bir söz var, bütün nədə şehidlər və onlara bir salam verəcək. Mən bəkdən deyəcəm, siz qulaq asılsınız, kim də bilir, ürəyində deyə bilər. Hamısına ümumi salam verəcək. Bismillahirrahmanirrahim. Esselamu aleyke ya Eba Abdillah. Esselamu aleyke ya ibn Resulillah. Esselamu aleyke ya ibn Amiril Müminin ve ibn Seyyidil Vesiyyin. Esselamu aleyke ya ibn Fatımet Zehra Seyyideti Nisa'il Alemin. Esselamu aleyke ya ibn Fatımet Zehra Seyyideti Nisa'il Alemin. Esselamu aleykum ya cemiye şüheda alel husus Babul Havaic Ebu'l-Fazl Abbas. Esselamu aleyke ya garibel gureba. Esselamu aleyke ya mu'inez zu'afa. Esselamu aleyke ya esirel a'da. Esselamu aleyke ya Sultan-ı Khorasan, ya Ebel Hasan, ya Ali ibn Musa Riza, ruhuna feda. Esselamu aleyke ya Mehdiye sahib zaman. Esselamu aleyke ya Halifeter Rahman. Esselamu aleyke ya Şerikel Kur'an. Esselamu aleyke ya İmamel İnsi vel Can. Eccelallahu ferecek ve sehhalallahu mehrecek cemiyen ve rahmetullahi ve berekatü bütün şehitlerimizin ruhi şad. El-Fatiha nasıl? Yok. Allah rahmetullah. Bir daha xahiş edirəm, hamımız. Mən kimi deyirəm də sizə də gəlir yaxın. Mehdi birinci sən gəl. Biz görüşəcək, gəl, mən deyəcəm. Allah qəbul eləsin, Allah rəhmət eləsin deyən yana. Çəkir. Şehidin atasını deməsin ki, qıral, gəl bura. Biz görüşürük. Allah qəbul eləsin. Həm başsağlığı kimi, həm də sən onunla görüş. İndi deyəm. Hələ belə görüşür. Gəl, ağsaqqallar gəlsin. Ya Allah. Allah qəbul etsin. Belə görüşür, yatqın yandırsın. Allah qəbul etsin. Gözəl insanlar, Allah canını sağ bilirəm. Görüşək, sağ ol, çox sağ olun. Çox sağ ol, Allah salamat və hamınızı. Çox sağ ol, var olasın. Allah sağ olun, çox gözəl bir sözlər var olasın. Çox sağ olun, Allah sizə cansın. Görüşək, çox sağ olun. Hər il. Bəli, Allah razı olsun, çox sağ olun. Görüşürük.
Çox sökən olsun. Allah canı sağ olsun. Sağ ol. Minnətdaram. Çox sağ ol. Allah canı sağ olasın. Allah köməyin olsun. Sən qəşəngsən. Allah var olasın. Çox sağ ol. Sizi salam. Hələ gitti burada. Tələsmə. Reklam etti, gözlüyor. Görüşünün ahıra kadar. Ahıra kadar. Axıra qədər. Güzel. Yok, verərək də. Bir baxım çəkil abi. Allah rahmet eylesin. Allah rahmet eylesin. Olur.